Mən birinci qrup Qarabağ 50 Mahmudlu Müslüm. Mən buradan Qax rayonu icra başçısı gəlib mənim bir dəfə maraqlanmayın. Bu qazi ölübmü, qalıbmı? Bu qazi yaşayırmı, yaşamırmı? Mən buradan müraciətim cənab Ali Baş Komandan sizədir. Xahiş edirəm, mənim evimi göstəriş verin, mənə evimi versinlər və yaxud da ki, mənə evimi gəlib təmin eləsinlər. Mən Qax rayonunun ən ağır qazisilərindən biriyəm və yaxud da ki, ağır qazisiyəm. Xahiş edirəm, mənə bir kömək edin. Qax rayonu icra başçısı gəlib mənim qapımı bir dəfə döymür. Bu qazi ölübmü, qalıbmı? Mən yaşaya bilmirəm, mən zülüm çəkirəm. Mənim bir dənə çoban atam var, bir dənə kasıb anam var yaşlı. Xahiş edirəm, mənim atam çobandır, araşdırsınlar. Bu belə olmaz. Mən yaşaya bilmirəm. Özümə nifrət edirəm. Bu əlimi də doğramışam. Tikişi elə tezə sökdürmüşəm. Bunun da səbəbləri var. Bunun da səbəbləri var ki, əlimi nəyə görə doğramışam? Vaxt çatacaq, onun da açıqlamasını verəcəm. Sadəcə olaraq səbr edirəm. Bunun da açıqlaması var.